Gəncə şəhərində Köhnə Yevlax avtovağzalının yaxınlığında fəaliyyət göstərən Azər Qəmzəyev adlı şəxsin stomatoloji fəaliyyəti ilə bağlı ciddi şikayətlər daxil olur. Məlumata əsasən sözü gedən şəxs müvafiq lisenziya və ya ali tibbi təhsil olmadan diş həkimliyi ilə məşğuldur. Yəni olub-olmaması sual altındadır. Bu isə həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm də vətəndaşların sağlamlıq hüquqlarına açıq şəkildə ziddir. Qeyd edilir ki, Azər Qəmzəyevin istifadə etdiyi tibbi avadanlıqlarının mənşəyi və texniki təhlükəsizlik standartlarına cavab verib-verməməsi də məlum deyil. Belə vəziyyət həm həkimlik fəaliyyətinin etibarlılığına, həm də insanların sağlamlığına birbaşa təhlükə yaradır. Ən narahat edici məqamlardan biri isə odur ki, bu şəxs artıq yaşlı olmasına baxmayaraq qanunvericilikdə göstərilən tibbi fəaliyyət, yaş və sağlamlıq tələblərinə uyğunluq məsələlərinə riayət etmədən fəaliyyət göstərir. Maraqlıdır ki, bu cür hallara yerli icra strukturları, Səhiyyə Nazirliyinin müvafiq qurumları və Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən niyə nəzarət olunmur? Cəmiyyət sağlamlıqla bağlı bu kimi məsuliyyətsiz hallara biganə qalmamalı, aidiyyatı dövlət qurumları dərhal məsələni araşdırmalı və qanunsuz fəaliyyət göstərən bu cür müəssisələrin işləməyinə son qoyulması üçün lazımi tədbirlər görməlidirlər. Belə halların qarşısının alınması həm vətəndaşların təhlükəsizliyi, həm də tibbi etika və qanunların qorunması baxımından son dərəcə vacibdir. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.